Cəmidi gəlmiş işanətə. Ona bax, kreativdir. Sumqayıt ən böyük mağazalardan biridir. Gedək içəri çağ. Hə, salam aleykum canım. Hə, ya da, sifarişlərimizi getirdik. Kıstaçı, Muradxan dönəb çağlarıq. Buyur canım. Hadi bismillah baxaq. Çox gözəl, çox bəyəndim. Əlin qolun var olsun. Bəyəndin usta? Çox gözəl, Allah səndən razı olsun. Təşəkkür ederim. Ustaların seçimi bəyəniləm canım Muradxan canım. Muradxan bıçaqlar. Bizim qəssab ustamız canım, xeyirli olsun. Çapacaq. Və qəssab 3 böyük bıçaqlarımız Muradxan canım. Firmadır Muradxan, özü bütün bu təlimatlar üstündədir. Əsas məsələ canım, bıçaq özünü işdə göstərsin. Hə usta, başla bismillah. Amma işdə qardaş, biz xahişim olacaq. Fikir, sən mi deyərsən? Nətərdir qardaş? İndi bıçağı da sınavdan keçirdik. Lezvadır can, lezva. Bu nətərdir can? Əladır, super. Lülə ətləri, filan ətləri maşından keçirmirlər. Döymədə özü verir soçunu, lülə. Bax, kebabdır buradadır. Şan ət, Muradxan bıçaqlarını seçdi. Mən də şantı seçirəm, nədə? Ona bax can. Yəni, qaymaqdır, bu vitkinadır. Moşnu bir şey. Vursa pramoy damara işləyir. Quyruq var ya, quyruq. Zatdıqda buna çörək arasında insan ləzzət. Təmiz qoç ətindən burada kalbasaları var. Onu aparıram evə. Sumqayıt 8-ci mikrorayonda Şan ət dükanı, superca, hamısı halal, şəriət qaydalarına uyğun kesimlərdir, ətlər. Rahat evə apara bilərsən. Ya sən də gəl, mən burada aparıb bir sumka yığacam. Sən də gəl götür. Vur qotuğa, get can.